Lor estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bugün Nəsimi rayon məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O 3 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə Yaqub Əsədiyə 5 il, Cəmilə Əliyevaya isə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini və onların cəzasının məntəqə tipli cəza çəkmə müəssisəsində çəkmələrini təklif edib. Hökmə əsasən 2 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə hər iki şəxsə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onlar cəzalarını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcəklər. Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci səhlənkarlıq, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrinə səbəb olduqda maddəsi ilə ittiham elan edilib. Mülki itkiyə isə qismən təmin edilib. Hər iki təqsirləndirilənin daha öncə ödədiyi ziyan nəzərə alınaraq Yaqub Əsədidən 14.000 manat, Cəmilə Əliyevadan isə 61.000 manat pul vəsaitinin tutulmasına və zərər çəkənə ödənilməsinə qərar verilib. Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda yerləşən Medaura klinikasında rinoplastik əməliyyatı zamanı Şəmkir rayonundan olan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. O sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.